Salam dəyərli yoldaşlar, hər birinizi salamlayıram. Bu günlərimdə sizlər üçün DİM 2025 test toplusundan, 11-lik test toplusundan isim mövzusunu izah edəcəm. İndi isə gəlin bir testlərimizə baxaq. Bu kimi testlərimizin davamı gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Choose a line of compound nouns. Bilirik ki, bizdən ismin quruluş növlərindən söhbət gedir. Burada ismin quruluş növləri deyəndə sadə, düzəltmə, mürəkkəb isimlərdən söhbət gedir. Sadə isim simple nouns, düzəltmə isim derivative nouns, mürəkkəb isim isə compound nouns adlanır. Demişdik, sadə isim yalnız bir kökdəndir, heç bir şəkilçisi olmur. Düzəltmə isimlər kök və şəkilçidən ibarət olunur. Söz düzəltici şəkilçilərdən, söz düzəlticilər də bilirik ki, iki cürdür. Sufikslər söz önü, prefikslər söz əvvəldir. Sonra gəlir compound mürəkkəblərdir. Mürəkkəblərdə iki və daha artıq sözdən yaranır. Deməli, burada artıq bilirik ki, isim mürəkkəb isimlər, daha doğrusu mürəkkəb isimlər üç cür yazılır. Bitişik, ayrı və defislə. İndi gəlin bir testlərə baxaq, oradan daha aydın başa düşəcəyik. Deməli, choose compound nouns. Compound dedik ki, mürəkkəb deməkdir. Gəlin indi bir sözləri incələyək. Appointment, butterfly. Okay. Mint bilirəm ki, isim düzəldən şəkilçidir. Ona görə burada A variantı isim düzəldən şəkilçi heç vaxt mürəkkəb ola bilməz. Amma appointment sözü burada düzəltmədir. Yəni burada biri düzəltmədir, bir də butterfly sözü var. Butterfly sözü iki sözdən ibarətdir, amma bu mürəkkəbdir. Amma baxmayaraq ki, burada mint şəkilçisi söz var, buna görə variant çıxır, olmur. Sonra gəlir development, ərimçiyə. Development tərəqqi inkişaf deməkdir, ərimçiyə də kreslo deməkdir. Burada iki söz var, arım, bir də çiyə. Amma development sözü, develop, inkişaf, daha doğrusu tərəqqi etmək, inkişaf etmək. Mint də artıranda artıq burada mint şəkilçisi development tərəqqi inkişaf deməkdir. Ona görə bunlar olmaz. Çünki biri düzəltmədir, biri mürəkkəb. Agreement, railway. Agreement razı deməkdir. Razılaşmaq deməkdir. Agreement olanda razılıq olur. Mint burada şəkilçi rolunda çıxış edir. Amma railway dəmir yol deməkdir. Rail bir də way. Sonra D variantı qalsın, E variantına baxırıq. Burada neighborhood. Bəzən uşaqlar elə bilir ki, mürəkkəb sözü orada artıq böyük olmalıdır. Nədir? Sözün hərflərin sayı miqdarı çoxsa bu artıq nədir? Mürəkkəb sözdür. Xeyr, əsla. Sizin bilməli olduğunuz şəkilçilərdir. Sufikslərdir, prefikslərdir. Hansı sufikslərdir? Mentdir, huddur, erdir, ordu, ardı, isti, sonra mentdir və s. kimi şəkilçilər. İndi baxıram ki, burada bir hud şəkilçisi var, bir də neighbor. Neighbor qonşu deməkdir. Hud artırında olur neighborhood, qonşuluq. Post məndə postu, məndə kişidir. Yəni postalyon deməkdir. Əslində biri mürəkkəbdir, biri düzəltmə. Ona görə E variantı gedir, C də gedir, B də gedir. Qalır D variantı. Toothbrush, motherland. Toothbrush diş fırçası deməkdir. Tooth diş deməkdir. Brush da fırça, daraq mənasında var. Bu mürəkkəb sözdür. Motherland isə mazi ana deməkdir. Land torpaq deməkdir. Bu da vətən, diyar mənasında getdiyi üçün düzgün cavabımız D variantıdır. Sonra choose a line, compound nouns. Burada yenə mürəkkəb isim istəyir bizdən. Demişdik ki, ship sözü əgər 4 dənə isim var. Hansı isimlərdir? Battleship, warship, spaceship and desert ship. Desert ship səhra gəmisidir. Battleship müharibə gəmisidir. Spaceship kosmik gəmidir. Bax, bu kimi sözlərin tərkibində işlənirsə, artıq burada mürəkkəb söz olur. Amma qalan sözlərin tərkibində isə ship şəkilçidir. Mən də baxıram, burada lider sözü ayrıcadır. Ona ship gəlir. Leadership olanda artıq liderlik kimi gedir. Amma handshake sıxmadır. Sonra information nədir? Sion burada tiondadır. Informationda nədir? Tion burada şəkilçidir. Yadınızı saxlayın. Ona görə information sözü düzəltmə sözdür və heç vaxt bunu mən mürəkkəb söz kimi götürə bilmərəm. Fireplace isə ocaqlıq deməkdir. Amma bu mürəkkəbdir. Sion olan mürəkkəb deyil, amma bu mürəkkəbdir. Sonra gəlir moonlight, movement. Moonlight iki sözdən ibarətdir. Moon, ay deməkdir, light də işıq deməkdir. Movementdə isə movement artıq burada olur move sözdür. Ment isə şəkilçidir. Ona görə movement düzəltmə sözdür. Sonra E variantı, anniversary suitcase.
bax bu sözün sonu y şəkilçisidə içində y şəkilçisi var. Yəni söz düzəldən y şəkilçisi var. Yəni burada y şəkilçidir. Sözün sonuna artırılmış y, yəni bizim dildə desək y şəkilçidir. Amma suitcase-də suit kostyum deməkdir. Case ilə qutu case, yəni case kimi dediyim də case-də bir müxtəlif mənalar var. Məsəl üçün bunun qab mənası var, sonra fakt mənası var, hal mənası var, yəni possessive case məsələn. Bu kimi yeşik mənası var, yəni bunun fərqli mənaları var. Suitcase olanda artıq birləşəndə olur çəmədan və bu mürəkkəb sözdür. Amma anniversary bu artıq düzəltmə sözü sonunda, çünki y şəkilçisi var. Amma D variantına baxın. Seaside, sea dəniz deməkdir. Side də kənar deməkdir. Mil. Hava və mil deyəndə artıq poçtu, hava poçtu kimi gedir. Ona görə düzgün cavab D variantı. Sonra 3-cü sualda deyir ki, yenə compound naunsuz istəyir bizdən. Spaceship, bir yaxda adlarını saydığım isimlərdən biri də spaceshipdir. Əgər space sözün yanında ship görsəz, artıq bu mürəkkəb sözdür. Niyə görə yoldaşlar? Çünki shipin həm gəmi mənası var, həm də şəkilçi mənası var. Əgər space sözünün yanına ship artırırsa, olur kosmik gəmi. Və burada heç vaxt şəkilçi kimi tərcümə olunmadığına görə spaceship mürəkkəb söz sayılır. Seaport, 2 dənə söz var. Sea və port sözü. Basketbol da həmçinin basketbol, basket bir də bol sözü. Yəni 2 dənə söz var. Düzgün cavabımız A variantı. Gəlin o bir variantları da incələyək. Sonra entrance. Entrance qəbul deməkdir, giriş deməkdir. Bir mənası qəbul, giriş mənası var. Ona görə bu söz ümumiyyətcə ancaq incə şəkilçisi var burada. Bu artıq nədir? Düzəltmə sözü getdi. Yə sözü. Yə sözü əslində sadə sözdür, bir dənə sözdür. Mənə lazımdır mürəkkəb olsun. Yə sözü bir dənə sözdən ibarətdir. Köçdür, sadədir. Children isə bir dənə sözdən ibarətdir. Birthday amma mürəkkəbdir, 2 sözdən ibarətdir. Step mazı ögey ana, furniture, mebel, production. Furniture sadə isimdir. Product bir də sion şəkilçisi, bu düzəltmədir. Amma step madə, step bir də mother sözü var. Step olanda adın mənasında mazı ana olur. İkisi birləşəndə ögey ana kimi tələffüz olunur. Price, bu artıq sadə sözdür. Bastray və ayrı yazılan mürəkkəb sözdür. Community-dəki sonunda t şəkilçisi artıq burada düzəltmə isim kimi gedir. Ona görə bu da olmaz. Düzgün cavab A variantı. 4-ə baxırıq. Yenə mürəkkəb isimləri istəyir məndən. Baxıram ki, yenə yuxarıda gördüyüm kimi anniversary var burada. Anniversary. Sonu y ilə bitdiyi üçün mən bunu götürə bilmərəm. Çünki bu düzəltmə isimdir. Diş sözü sadə isimdir. Amma policeman 2 sözdən ibarət olduğu üçün mürəkkəbdir. Foreigner. Foreign xarici, əcnəbi deməkdir. Daha doğrusu foreigner xarici deməkdir. Foreigner onda artıq əcnəbi mənasında, yəni yad kimi tərcümə olunur. Blackboard, gimnazium, bu sadə isimdir. Blackboardda qara lövhə deməkdir. Tablecloth ayrı yazılan mürəkkəb isimdir. People amma sadədir. Defense sadədir. Sonra cupboard mürəkkəbdir. Translation, sion şəkilçisi var. Sion şəkilçisi var deyəni artıq düzəltməli. Close isə nədir? Sadə. Düzgün cavab olacaq A variantı. Statesman, dövlət xadimi. Playground, oyun meydançası. Say, bir də sitting. Sightseeing. Düzgün cavab olacaq A variantı. Yenə məndən compound naunsuz istəyir. Burada sion şəkilçisi var. Ona görə mən götürmürəm. Bahçədə də bu bahçə sözü nədir? Sadədir, amma distance də həmçinin sadədir. Scissors sözündəki scissors sözü özü də sadədir. Knowledge də sadədir. Yox, daha doğrusu knowledge sözü düzəltməli. Know, bilmək, bacarmaqdır. Şəkilçisini də artırdı, onda artıq bilik yarandı. Bus driver isə ayrı yazılan mürəkkəb sözdür. Kingdom, dom artıq krallıq, kingdom krallıq deməkdir. King kraldır, dom da şəkilçidir. Onda burada artıq düzəltməlidir. Traveling, travel, səyahət etmək deməkdir. ING də artıranda olur traveling, səyyah. Sonra sportsman, səyahət daha doğrusu. Sportsman da sport idmandır. Məndə olanda artıq idmansız. Yəni burada 2 dənə kök var. Sonra gəlirəm newspaper. Newspaper qəzetdir. News xəbərdir. Paperdə kağız olanda artıq qəzet mənasına yazılır. Content sadə sözdür. Grass da sadə sözdür. Ona görə bu deyil. Sewing machine. Bu artıq 2 sözdən ibarətdir. Policeman 2 sözdən ibarətdir. Snowdrop, bu da 2 sözdən ibarətdir. Ona görə düzgün cavabım E variantı. Sonra 6-cı testə baxıram. Derivativ naunsuz bizdə
düzəltmə isimləri istəyir. Gəlin baxaq bir yerdə derivativ tanuslardan. Burada məsələn pa ment olanda artıq burada ment şəkilçidir. Düzdür, düzəltmədir. Amma leg şəkilçi deyil. Leg sadə sözdür. Life story həyat hekayəsi deməkdir. Bu artıq belə deyək də mürəkkəb isimdir. Biri sadə, biri düzəltmə, biri mürəkkəbdir. Olmaz. Sonra agreement razılıq deməkdir. Agree razıdır, agreement razılıq. Friend dostdur, friendship isə dostluqdur. Realdır. İzmdə olanda artıq janrdır. Realizm reallıqdır kimi tərcümə ola bilər. Düzgün cavabımız B variantı. C-yə baxıram. Sent sadə isimdir. Revision düzəltmədir. Sunrise isə mürəkkəb olmaz. C-yə sadədir. Performance düzəltmədir. Newspaper mürəkkəb olmaz. Operator nədir? Düzəltmədir. Stop sadədir. Citizen-də isə ayrı yazılan mürəkkəb sözdür. Ona görə düzgün cavab B variantıdır. Bizdən isimləri istəyir. Gəlin isimləri seçək. Deməli, number nömrə deməkdir. İsim bilir ki, sualı who'dur, what'dur. Who olanda insana, canlıya aiddir, what olanda əşyaya aiddir. Ona görə biz ismi sualları ilə tapacağıq. Ne və heç vaxt deməkdir. Yəni, nə zaman mənasını verir. Ona görə mən heç vaxt deyəndə artıq bu zaman zərfi kimi gedir. Ona görə mən bunu götürə bilmərəm. Sonra Azə. Azə başqa digər deməkdir. Bunu əvəzlik dərsindən biri. 2 ilə 3 çıxandan sonra gəlir 2 ilə 3 çıxırıq. Neyzə, həmçinin neyzə sözü də inkar əvəzlidir. Ona görə neyzə də olmur. 1-i 4-də çıxırıq. Gardener bağban deməkdir. Lider deməkdir. Bu gardener who sualına cavab verir. Lider who sualına cavab verir. Amma number what sualına cavab verir. Düzgün cavab 5, 1, 5, 6 A variantıdır. Sadə isimlər istəyir bizdən. Sadə isimlər bir kökdən ibarət olan isimlərdir. Heç bir şəkilçisi olmayan isimlərdir. Məsələn, flower sözü gül çiçək deməkdir. Bir kökdən ibarət. Amma develop tərəqqi, inkişaf etmək, tərəqqi etmək. Ment artanda olur inkişaf tərəqqi. Amma capital paytaxt deməkdir. Bir dənə kökdən ibarətdir. School children məktəbli uşaqlar deməkdir və burada artıq school sözü də ayrıdır, children da ayrı mənası var. Birləşib bir məna ifadə etdiyi üçün mürəkkəbdir. Housewife nədir? Housewife artıq evdar qadın deməkdir. House sözü də ayrıdır, wife də ayrıdır. Amma hunter artıq bu hunt ovlamaqdır. El şəkilçisində artanda olur ovçu. Amma C variantına baxıram. Tree ağac deməkdir. Luck uğur şans deməkdir. Camp olanda isə camp demək, yəni düşərgə deməkdir. Burada heç bir sözdə C variantında olan heç bir sözdə şəkilçi falan heç bir şey yoxdur. Ona görə düzgün cavab C variantıdır. D variantına da baxaq. Rose qızılgül deməkdir. Bir kökdən ibarətdir. Hardship həm kök, həm şəkilçidən ibarətdir. Eggplant isə badımcan deməkdir. Artıq burada olacaqdır. Nədir? Eggplant ikisi bir yerdə artıq burada olacaq mürəkkəb söz. Onion soğan deməkdir, sadədir. Singer müğənni deməkdir. Sing oxumaqdır. Artıranda singer müğənni artıq olacaq burada düzəltmə isim. Butterfly isə mürəkkəb isim. Sonra gəlirəm 19-cu testə. Simple noun istəyir bizdən. Yəni sadə isim istəyir. Yəni heç bir şəkilçisi olmayan isim. Gəlirəm baxıram. E variantına qalxıram yuxarı, tapıracam indi. Burada baxıram teach sözü var. Teach sözü sadədir. Dişlər deməkdir. Amma development sözünün tərkibində ment şəkilçisi var. Ona görə bu düzəltmədir. Yanlışdır. Seaportda iki sözdən ibarət. Sea sözü də var, port sözü də var. Artıq bu dəniz limanı kimi tərcümə olunaraq və tərcüməsi dəniz limanıdır, mürəkkəbdir. Sonra D variantına baxıram. Bu case kitab şkafı deməkdir. İki söz var. Illness artıq il xəstə deməkdir. Nes artıranda artıq illness olur. Xəstəlikdir. Bu da sifətdən düzələn isimdir. Bus isə avtobus deməkdir. Bus isə avtobus deməkdir. Orada bu sadədir. Biri sadə, biri düzəltmə, biri mürəkkəb. Mənə lazım deyil. Mənə lazımdır sadə olsun hamısı. Sonra C variantına baxın. School boy məktəbli olan deməkdir. School bir də boy. İki dənə söz birləşib bir dənə söz yaradıb. Activity, aktivdir. Yəni burada artıq fəaliyyət deməkdir. Aktivdir. T-yi şəkilçisini artırandan sonra artıq yəni fəaliyyət kimi tərcümə olunur. Bu düzəltmə sözdür. Train sözü isə qatar deməkdir. Bir dənə sözdən ibarətdir. Getdi. Sonra mushroom. Mushroom göbələk deməkdir. Bu iki sözdən ibarətdir. Getdi. Mənə lazım deyil. Simple lazımdır. Instinct artıq olur bildiyimiz hissdir. Instinct hissi. Nədir? Teacher də müəllimdir. Teach öyrətmək deməkdir. Erdə artıranda olur teacher müəllim. Burada da lazım deyil. Biri sadə, biri düzəltmə, biri mürəkkəbdir. Gəldik simvol. Simvol bildiyimiz simvoldur.
Sonra tool bir kökdən ibarətdir, voice də bir kökdən ibarətdir. 10-cu sözdə baxıram. Yenə 10-cu sözdə yenə compound noun istəyir məndən. Yəni iki sözdən ibarət olan isim istəyir məndən. Gəlin baxaq. Burada baxıram ki, bedroom 2 dənə otaq. Ümumiyyətcə vanna deməkdir. Room da otaq deməkdir. Bedroom olanda artıq hamam mənasında tərcümə olunur. Ona görə A variantı uyğundur. Amma childhood da uyğun olmur. Niyə? Çünki child uşaq deməkdir, hood isə şəkilçidir. Childhood olanda uşaqlıq kimi tərcümə olunur. Bu da düzəltmə isimdir. Ona görə lazım deyil. A variantı çıxır. Sonra suitcase playground. Suit sözünün mənasını deyim ki, suit yəni kostyum mənasında, yaraşmaq mənasında, case də dediyim kimi qab, hal mənasında gedir. Ona görə suitcase olanda iki söz birləşdi, bir dənə söz yaratdım. Play oynamaq deməkdir. Ground da meydança deməkdir. Playground isə nədir? Oyun meydançası kimi gedir. Ona görə B variantı düzgündür. Çünki iki söz birləşdi, bir söz yaratdı. Woodman. Wood odun deməkdir. Mən də artıranda olur woodman odunçu. Martyrdom. Martyrdom isə öz növbəsində şəhidlik deməkdir. Burada artıq dom sözü şəkilçi dediyinə bizə lazım deyil. D variantına baxam. Government sözündə ment şəkilçidir, amma ki aktrisdə də S şəkilçidir. Bu artıq variantlar arasından çıxır. Heroizmdə izm şəkilçidir. Hero qəhrəmandır. Heroizm qəhrəmanlıq. Amma bu düzəltmə sözdür. Birthday-də birth doğulmadır. Day-də gündür. Doğulduğun gün, yəni ad günü, doğulduğun gün kimi gedir. Biri mürəkkəb, biri düzəltmədir. Ona görə düzgün cavab mənə lazımdır. Hər ikisi mürəkkəb olan B variantı. 11-ə baxıram. Compound nouns yenə məndən E-dən başlayıram. Snowdrop mürəkkəbdir. 2 dənə söz var. Amma tradition sözü sion şəkilçisi var. Bu artıq burada tion şəkilçisi var. Bu artıq düzəltmə sözdür. Sewing machine bu defislə yazılan mürəkkəb sözdür. Amma celebration'dakı tion şəkilçisi var. Ona görə bu düzəltmə deyilən mənə hər ikisi mürəkkəb olan olsun. Pomegranate bir performans. Burada da performans sözü, performansdakı ancaq incə şəkilçisi var. Bu artıq nədir? Düzəltmə söz nədir? Düzəltmə söz hazırlayır. Yəni düzəltmə söz təqdim edir. Sonra opportunity. Opportunity-də t-y şəkilçisi var. Yenə burada artıq biz bilirik ki, biri düzəltmədir. Cruelty-də də artıq t-y şəkilçisi olduğu üçün cruel qəddar deməkdir. Cruelty isə qəddarlıq kimi tərcümə olunduğuna görə B variantı da yanlışdır. Handwriting gentleman. Handwriting əl yazısı deməkdir. Gentleman ilə gentleman kimi tərcümə olunur. Hand sözü, writing sözü var. Gentleman. Sonra bizdən isim istəyir. Choose the nouns. Demişdik ki, el şəkilçisi həm sifətin üstünlük dərəcəsini düzəldir, həm də ismini düzəldir. İsmi düzəldəndə biz bilməliyik ki, nəyi? İsmi düzəldəndə artıq Yahoo sözünə cavab verəcəkdir, ya da nədir? Ya da ki, what sualına cavab verəcək. Həm də ki, isim düzəldən el şəkilçisi feili artırılır. Çox vaxtı feilə artırılır. Yəni kökü feil olmalıdır və oradan feildən yaranır. Məsəl üçün deyirəm ki, teacher. Teacher sözünü deyəndə artıq mən teach öyrətmək deməkdir. Erdə artırdım, oldu müəllim. Sonra gəlir indi həmçinin sifətdə el şəkilçisi var. Müqayisə dərəcəsini düzəldərkən. İngilis dilində feilin sifətin müqayisə dərəcəsini düzəldərkən sifətin təkcəli heç sifətlərin sonuna el şəkilçisi artırılır və bu da sifətin üstünlük dərəcəsini düzəldir. Amma isimdən fərqi ondadır ki, bəzən isim feildən isim düzəldirsə el şəkilçisi. Amma nədir? Sifətli olanda artıq sifətdən sifət düzəldir. Yəni daha doğrusu sifətin dərəcəsini artırır. İndi gəlin köklərinə baxıb tapaq. Big böyükdür də. Artıq big olanda artıq daha böyük kimi tərcümə olunur. Ona görə bir necə sualına cavab verdiyi üçün, yəni böyük deyən daha böyük deyəndə necə? Daha böyük. Yəni ona görə bir olan variantları çıxır. Çünki bir sifətdir. Sonra sing. Sing oxumaq deməkdir. Er şəkilçisini artıranda olur müğənni. 2 düzdür. 2 düzdür. Sonra large. Large geniş deməkdir. Öz kökündə large geniş deməkdir. Enli geniş deməkdir. Large olanda artıq sifətdən sifət yaranır. Daha doğrusu sifətin dərəcəsini artırır.
Ona görə də 3 də səhvdir. Yəni 3 də variantlar arasından çıxır. Lead ümumiyyətlə lead aparıcı deməkdir, aparan deməkdir. Leader sözünü qoyanda artıq lider, başçı kimi tərcümə olunur. 1-dən 4, yəni sual da who'dur. Yəni 1-dən 4 olur cavab. Ona görə, daha doğrusu üzr istəyirəm, 2 ilə 4 olur cavab, olacaqdır A variantı. Sonra yenə isim istəyir bizdən. Burada artıq ing şəkilçisindən, yəni bildiyimiz ing şəkilçisindən söhbət gedir. Ing şəkilçisi necə olur? ing şəkilçisi iki cürdür. İsmi artırılan, bir də feili daha doğrusu sifətdə olan ing-dir. Sifətdə olan ing, daha doğrusu sifətdə olan ing how sualına cavab verdiyi halda, isimdə olan ing what sualına cavab verir. Interesting, maraqlı. Məsələn, sonu ing ilə bitib də sual verirsən, necə? Yəni sizin başa düşməyiniz üçün deyirəm ki, necə? Interesting, maraqlı. Ona görə bilir, avtomatik sualı çıxır. Çünki ismin sualı ya who olmalıdır ya what olmalıdır. Sonra building, build tikmək deməkdir öz növbəsində. ing artıranda olur bina. Build tikmək deməkdir, ing artıranda olur bina. 2, biri 2-dir. Demək, sualın da nədir? What? Nə? Building. Nə? Bina kimi tərcümə olunur. During sözü, bir də drawing sözü var. Hər ikisi bir-birinə bənzəyir, amma sadəcə bir dənə fərq var. During sözü ərzində deməkdir. Bu zaman zərfidir və bu düzdür. Sual verəndə artıq bunu nə zaman kimi sual verir. Bu artıq isim deyil. İsim deyil. Amma draw çəkmək deməkdir. ing artıranda o artıq rəsm olur. Belə deyim də, əldən çəkilmiş, qələmlə çəkilmiş rəsmə drawing deyirik biz. Amma ki, fotoaparatdan çəkilən rəsmə isə foto deyirik. Burada olacaq bir 4, bir də 2. Cavab olacaq C variantı. Sonra yenə isim olan sıranı istəyir məndən. L-y şəkilçisi. Bilirik ki, L-y şəkilçisini harda görsək, ya bu sifətə aiddir, ya da zərfə aiddir. Ona görə avtomatik friendly sözünü çıxıram. Həm də friendly sözünü tərcümə edəndə dostcasına, mehriban kimi tərcümə olunur. Necə sualına cavab verir? Biri birdir. Sonra baxıram fluent sözünə. Fluent sözü fluent, səlis deməkdir. İngilis dilindən dilimizə səlis, sərbəst kimi tərcümə olunur. Ona görə fluent sözü də çıxır. Niyə? Çünki necə kimi tərcümə olunur. Bu da çıxır. Yəni burada gedir. Sonra 1-dən 2-ni çıxır avtomatik variantlar arasından. 1-dən 2-ni çıxırıq. Sonra gəlir religion. Religion din deməkdir. Religion din deməkdir. Luxury də çılçıraq deməkdir. Bəzən sonunda y şəkilçisinə görə uşaqlar elə bilirlər ki, bu sifətdir, amma sifət deyil. Luxury isə artıq burada çılçıraq. Yəni bizim dildə desək lüstür, loru dildə desək o mənada tərcümə olunur. Ona görə düzgün cavab 3-dən 4-dür. Sonra 15-ə baxıram. Bizdən isim istəyir. Yəni ona görə biz ismi seçməliyik. Və bizim bilməli olduğumuz nədir? Yoldaşlar, şəkilçilərdir. Mən burada artıq tərcümə ilə yox, şəkilçilərlə tapmalıyım. Məsəl üçün, isimlər heç vaxt full şəkilçisini görə bilmərsiniz. Açıb istənilən kitabda baxsanız, görərsiniz ki, orada full şəkilçisi yoxdur. Ona görə avtomatik useful çıxıram. Ya da istəsə tərcümə ilə tapsaz, bu iki yoldan tapa bilərsiniz. Bir tərcüməli, bir də nədir, şəkilçi ilə. Burada artıq full şəkilçisi sifətə aiddir. Useful faydalı deməkdir. İstəyirsiniz bir tərcümə edin, tapın. Bir də istəyirsiniz rahat formada şəkilçi ilə gedin. Useful faydalı deməkdir. Sonra gəlirəm. Burada görürəm ki, pasiv söz var. Pasiv bilirəm ki, pasivdir. Sual verirəm necə? Bu da ola bilər. Amma cloudless-də less şəkilçisi sifətə aiddir. Cloudless olanda sız-siz kimi tərcümə olunur. Less sız-siz kimi tərcümə olunur. Məsələn, homeless evsiz, painless pulsuz, cloudless bulutsuzdur. Necə bulutsuz? Sonra gəlirəm, yəni çəkici ilə istifadə elədim, qaldı ikinci version. Sonra gəlir personal. Gəlirəm tərcümə ilə baxım. Personal şəxsi deməkdir. Şəxsi olanda artıq necə sualına cavab verir. How, necə, şəxsi, personal. Imperativ artıq burada olacaqdır. Imperativdə yəni əmriyanə deməkdir. Yəni məsəl üçün kimisə əmriyanə deyirsən, artıq olur imperativ. Bu da ona görə çıxdı. Employee-də işlə bağlı olan sözdür. B variantı ona görə çıxır. İsimdir. B variantı getdi. Sonra
Gəldik 16-cı testə baxaq. 16-cı testdə yenə bizdən isimlər istəyir. Tərcümə üsulundan da tapaq, həm də şəkillərdən baxaq. Famous məşhur deməkdir. A variantında sifətdir. Pleasant xoş, məmnun deməkdir. Sifətdir. Color isə rəngdir. Bunlar artıq isim siyahısından gedir. Çünki bizə lazım olanlar ancaq isimlərdir. Difficult çətin deməkdir. Mountains dağ-dərə deməkdir. Library kitabxana. Difficult'a görə bu artıq çıxır. Lovely sevimli deməkdir. Sifətdir. Blue sevimli deməkdir. Sifətdir. Teach öyrətmək deməkdir. Ona görə bu da çıxır. Sonra dictionary lüğət deməkdir. Harmful mit. Deməli harmful demək burada harmful sözündən danışım. Harm sözü zərər deməkdir. Zərər. Amma bunun full şəkilçisi artanda bilirik ki, full yalnız sifət düzəldir. Full şəkilçisini artanda artıq olur zərərli. Mit də qarşılaşmaq, görüşmək, bir də görüş mənasında var. Hər iki mənasına götürə bilərik. Sırf burada harmful-a görə nədir? Biz variantlar arasında neyini çıxırıq? Ev variantına baxalım. Neighborhood, neighbor qonşu deməkdir, neighborhood qonşulu. King kral deməkdir, kingdom krallıq. Dark qaranlıq, tünd deməkdir. Darkness qara, tünd deməkdir. Darkness olanda artıq qaranlıq kimi tərcümə olunur. Ona görə düzgün cavab E variantı. 17-yə baxıram. Yenə isim istəyir məndən. Sonra sweet, şirin deməkdir. Necə şirin? Keep, saxlamaq deməkdir. Coolda sərin deməkdir. Bu artıq heç biri isim deyil. Bir variantına baxalım. Hot isə deməkdir. Friend, dost deməkdir. İsimli. Speak isə danışmaqdır. Bilirik ki, bu da feilli getdi. C variantına baxıram. C variantında silver artıq metal material adını bildirən nədir? İsimli, sayıla bilməyən isimli. Yəni tərcüməsi də daha doğrusu bürünc kimi tərcümə olunur. Wall, divar deməkdir. Divar. Daha doğrusu silver gümüş deməkdir. Üzr istəyirəm. Wall, divar deməkdir. Bench isə skamya deməkdir. Bu isimdir. C variantı olacaq. İndi gəlin D-yə baxaq. C dəniz deməkdir. C dəniz deməkdir. İsimdir. Big, böyük deməkdir. Sifətdir. Necə sualına cavab verir. Heavy isə ağır deməkdir. Yenə sifətdir. Getdi bu da. E variantına baxarım. Clean, təmiz deməkdir. Dry və sürücü deməkdir. Dirty də çirkli deməkdir. Bax, burada da 2 dənə sifət, bir dənə isim olduğuna görə yalnız 3 dənə isim olan C variantıdır. 18-ə baxıram. 18-ci testdə isim istəyir, yəni bizdə bol A variantında top deməkdir. Beautiful, gözəl, qəşəng deməkdir. Carpet də xalça deməkdir. Burada beautiful sözünə görə artıq variantlar arasından çıxır. B variantla long, uzun deməkdir. Teacher müəllimdir. Wedding də toy deməkdir. Artıq burada long sözünə görə variantlar arasından B də çıxır. Basket səbət deməkdir. Lesson dərs deməkdir. Chalk da təbaşir deməkdir. Hər üçü də what sualına cavab verdiyi üçün, nə sualına cavab verdiyi üçün, cansız varlıqlar olduğu üçün isimdir. Sonra partidir. Burada 2 dənə, indi burada 2 məsələ var. Sözün sonu, birinin sonu y ilə bitirib. Bu isimdir, amma buradakı y ilə bitən isə sifətdir. Niyə görə? Funny, fun əyləncə deməkdir. Funny olanda əyləncəli olur. Əyləncəli olanda artıq burada nə olur? Necə sualına cavab verdiyi üçün sifət. Belt kəmər deməkdir. Bu artıq bilirik ki, isimli what sualına cavab verir. Useful faydalı deməkdir. Necə? Useful, yəni faydalı. White ağ deməkdir. Necə ağ? Uncle əmi dayı deməkdir. Ona görə düzgün cavab B, C variantı. Yenə isim olan cərgəni istəyir bizdən. Country A variantı. Country kənd, ölkə deməkdir. Thankful minnətdar deməkdir. Country what sualına cavab verdiyi halda thankful minnətdar deməkdir. O isə yalnız which sualına, how sualına cavab verir. Sonra story hekayə deməkdir. Story hekayə deməkdir. Environment ətraf mühit, təbiət deməkdir. Bu hər ikisi isimdir. Passenger, gəlin indi baxaq. Passenger sərnişin deməkdir. Dangerous təhlükəli deməkdir. Yəni all şəkilçisindən bilirik ki, burada all şəkilçisini harda görsəniz bilin ki, bu sifət düzəldir. Sonra həmçinin sleepless. Sleepless yuxusuz deməkdir. Nə sleep yuxu deməkdir. Less artanda olur sızsız şəkilçisi, yuxusuz. Strange düz deməkdir. Ona görə heç bir isim deyil. D variantda gedir. Lonely tək başına deməkdir. Lonely tək başına, yalqız deməkdir. Street də küçə deməkdir. Biri sifətdir, biri isimdir. Ona görə nədir?
Düzgün cavab C variantı. Sonra yenə mürəkkəb isim istəyir məndən burada. Burada baxıram A variantda iki söz var. Kingdom, blackboard. Kingdom sözündəki dom şəkilçidir. Ona görə şəkilçi varsa bilirik ki, düzəltmədir. A variantı çıxır. Həmçinin blackboard sözü düzəltmədir. Biri düzəltməli, biri mürəkkəb. Amma mənə lazımdır hər ikisi mürəkkəb olsun. Task dağıtmaq deməkdir, taste dadlamaq deməkdir. Friendship də nədir? Dostluq deməkdir. Taste dadlı, həmçinin dad mənası da var, dadmaq mənası da var. Hər iki mənadan götürür. Amma hər yəni nitq hissəsi baxımından da isimdirsə də, biri sadədir, biri də düzəltməlidir. Burada ship şəkilçisi olduğuna görə bunda şəkilçi yoxdur. Amma bunda şəkilçi olduğuna görə, friendshipdə şəkilçi olduğuna görə bu artıq variantlar arasından çıxır. Sonra gələcək variantı. Waterfall, dictation. Nədir? Bilirik ki, waterfall mürəkkəb isimdir, 2 dənə sözdən ibarətdir. Amma dictation-da tion şəkilçisi olduğuna görə bu artıq isim getmir. Daha doğrusu mürəkkəb isim getmir. Düzəltmə isimdir. Sonra gəlir D variantı. Policeman. Policeman sözündə 2 dənə söz var. Polis bir də mən. Bu olur policeman artıq mürəkkəb isim. Childhood-da hood şəkilçi olduğuna görə bu artıq kök və şəkilçi varsa bu da düzəltmə isimdir. Ona görə D variantı gedir. Raindrop, yağış, raindir. Drop da damcı deməkdir. Bu mürəkkəb isimdir. Table, spoon-da artıq burada da table sözü də var, isimdir. Spoon sözü də qaşıq mənasında hər ikisi ayrı-ayrılıqda gedir. Ona görə olacaqdır E variantı. Sonra gəlir mürəkkəb isimləri istəyirlər bizdən. Stepfather nədir? Ögey ata deməkdir. Hər iki dənə sözdən ibarətdir. Amma habit vərdiş deməkdir. Ona görə də yalnız bir kökdən ibarətdir. A variantı variantlar arasından çıxır. Mənə lazımdır ikisi də 2 kökdən ibarət olan söz. Playground, bax görürsünüz, playgroundda play də var, round da var, ground. Burada artıq hər ikisi necə deyirlər, playgrounddur, playdə hər ikisi müstəqil mənası var və birləşib bir dənə məna əmələ gətirdiyi üçün mürəkkəb isimdir. Futbolda footdur, ayaq deməkdir, bolda top deməkdir, bilirik bunu. Artıq burada da mürəkkəb isimdir. Ona görə düzgün cavab B variantı. Sto hekayə deməkdir, seaportda liman deməkdir. Sea dənizdir, portda sahil limanına aiddir, olur dəniz limanı. Sto isə yalnız bir kökdən ibarət olduğu üçün sadədir. Kindergarten uşaq bağçası, attention isə artıq kök və sion şəkilçi var. Ona görə bizə lazım deyil. Happiness xoşbəxtlikdir. Happiness olanda artıq happy sonra nes şəkilçisi artırılır. Burada da nes şəkilçisi olduğuna görə dediyim kimi nes şəkilçisi düzəltmədir. Newspaper isə qazet deməkdir. News ayrılıqda mənası var. Paper də ayrılıqda mənası var. Mürəkkəbdir. Amma ki mənə lazımdır ki hər ikisi mürəkkəb olsun. O da yalnız B variantında. 22-yə baxırıq. Development. Development sözündə ment şəkilçidir. O cümlədən məndən mürəkkəb isim istəyir yenə. Y şəkilçisi də şəkilçidir. Ona görə mən düzəltmə sözlər olan cərgənin variantlar arasından çıxarırım. Hood bilirəm ki, şəkilçi deməkdir, şəkilçidir, həmçinin ship də şəkilçidir. Ona görə bunlar da variantlar arasından çıxır, doğru variantlar arasından. Çünki mənə mürəkkəb lazımdır. Bunlar şəkilçi olan isimlər isə düzəltmə isimlərdir. Building, ing şəkilçisi var. Build tikmək deməkdir. Ing də artanda olur bina. Burada ing şəkilçisi olduğuna görə mən bunu götürmürəm. Qəti şəkildə. Çünki niyə? Düzəltmədim. Housewife isə evdar qadın deməkdir. Housewife. Yəni 2 dənə söz var. Müstəqil mənalı 2 dənə söz var. Yəni bunu bir götürə bilərəm. Amma ki mənə lazımdır mürəkkəb olsun. Building sözünə görə götürülmür. Handle sözü də həmçinin burada nədir? L şəkilçisi olduğuna görə artıq mən burada istifadə eləmirəm. Çünki niyə? Düzəltməli. Attraction-da həmçinin bunda da sion şəkilçisi var deyənə mən bunu götürmürəm. Çünki burada şəkilçi var və şəkilçi olduğuna görə də düzəltməli. Mənə lazımdır mürəkkəb. Waterfall şəlalə deməkdir. Waterfall ayrılıqda 2 dənə sözdür. Stepfather, step sözü, bir də father sözü var. Bu artıq ikisi də bir yerində ögey ata mənasını verir və düzgün cavab E variantdır. Sonra gəlirik məndən isim düzəldən sufikslər istəyir. Yəni bu hissəyə qədər artıq demək olar ki, bəzi şəkilçilər haqqında sizə çoxlu məlumat verdim. 23-cü suala baxanda bilirəm ki, mən bayaqda dediyim kimi full sözü, full şəkilçisi, less şəkilçisi sifətə aiddir. Full şəkilçisi ilə less şəkilçisi sifətə aiddir. Yəni məsəl üçün helpful, köməkçil, necə köməkçil? Helpless, köməksiz. Artıq bunlar hər ikisi sifət düzəldir. Sonra y şəkilçisi. Məsələn, rain yağış deməkdir. Y da artırsa olur rain yağışlı. O isə məsəl üçün dangerous, təhlükəli.
Bu da sifəti düzəldir. Sonra gəlir able. Able sözü sifət düzəldir. Məsəl üçün eatable, yeməli, drinkable, içməli. Artıq bunlar necə suala cavab verdiyi üçün C variantda çıxır variantlar arasından. Sonra ly şəkilçisi. Ly şəkilçisi həm sifətdə var, həm zərfdə var. Ona görə bu da çıxır. Uyğun olan cavab A variantda. Məsəl üçün deyirəm ki, childhood, bir də deyirəm friendship. Burada B variantına baxsanız iki sözə də aid nümunə görə bilirsiniz. Deyib burada B variantı. Hansı ki bu şəkilçilərə uyğundur. Göstərir. Sonra gəlir yenə mürəkkəb istəyir məndən. Freedom, azadlıq deməkdir. Burada dom şəkilçi olduğuna görə 1 olan variantlar çıxır. Dictation, artıq diksiyon şəkilçisi var. Ona görə çıxır. Çünki mürəkkəb sözdə şəkilçi yox, söz olmalıdır. Postman, artıq postmandır. Burada 2 dənə söz var. Biri 3-dür. Seaport, dəniz limanıdır. Sea və port 2 dənə söz var. Deməli, biri 4-dür. Sonra gəlir countryside. Country bir də side-dır. Kənd qırağı deməkdir. Onları 5. 3, 4, 5 cavab olacaqdır. D variantı. İsim olan cərgənisi. Girl, qız deməkdir. Nouns olan istəyir. Boy oğlan deməkdir. Who sualına cavab verir. Toy isə oyuncaq deməkdir. Nə sualına cavab verir. Ona görə A variantı deyil. Cavab O variantı. Gəlin digər variantlara da baxaq. News xəbər deməkdir. Sayıla bilməyən tək isimdir. Mən kişi deməkdir. Bu da isimdir. Ancaq old sifətdir. Qoca, yaşlı deməkdir. Sifətdir. Money, pul deməkdir. İsimdir. Rabbit isimdir. Nə? Dovşan. Nə sualına cavab verir. Funny isə əyləncəli deməkdir. Artıq olur. Funny, sonra y şəkilçisi artırıldığına görə də yəni fun olsaydı isim kimi götürə bilərdi. Amma funny sifətdir. Niksiz kimi, ona görə variantlar arasından çıxır. Hand əl deməkdir. Water sayıla bilməyən isimdir. Su deməkdir. Clean isə təmiz deməkdir. Necə? Təmiz. Ona görə D variantlar arasından çıxır. Letter məktub deməkdir. Late gec deməkdir. Child da bir dənə uşağa deyilir. Artıq burada late sözü gec deməkdir və necə sualına cavab verir, necə gec. Ona görə variantlar arasından çıxır. Düzgün cavabımız olacaq A variantı. İndi 30-a baxırıq. Daha doğrusu 26-cı testə baxırıq. 26-cı testə choose a compound nouns. Bizdən mürəkkəb ismi istəyir. Sonra deməli, man sözü olan bir neçə söz var idi. Norman, german, roman. Bu sözlər qəti şəkildə man şəkli tərkibi ilə man hissəsi, mən hissəsi olan nədir? Düzəltmə söz deyildi. Daha doğrusu bunlar mürəkkəb söz deyildi. Bunlar sadə sözlər idi. Bu əslində german sözün bəzi uşaqlar mən hissəciyinə görə elə bilirlər ki, məsələn, ger bir də kişi sözünü götürürlər. Ancaq ki, bunlar sadə sözdür. Bunlar bir kökdə olan, bir kökdən ibarət olan sadə sözdür. Millət bitirir. Yəni german, alman deməkdir. 3 olan variantları çıxırıq avtomatik burada. C-ni də gedirik. 2, 6, 5, daha doğrusu A, B, E variantı qalır əlimizdə. Sonra gəlirəm statement. Statement sözünə baxıram. Statement sözünün mənası bəyanat deməkdir. Ment şəkilçisi də var burada. Ment şəkilçisi də var. Artıq mən bilirəm ki, şəkilçi olan söz artıq düzəltmə sözdür. Ona görə A variantında çıxarıram. A variantda gedir. Qalır burada indi. Statesman. State sözünün mənası nədir? Dövlətdir, ştatdır. Məndə isə kişidir. Burada artıq olur dövlət xadimi. Kişi dövlət xadiminə gedir. Bir də seashore. Burada hər ikisi nədir? Müstəqil mənaya olan sözdür və ikisi birləşib bir mənalı söz yaratdı. 1-dən 4 uyğun variantdır. Sonra 27. Choose a line of books. Daha doğrusu choose a line of nouns. İsim olan cərgənisi. Ancient, qədim köhnə deməkdir. Necə sualına cavab verir? İsim deyil, sifətdir. Book, kitab deməkdir. Klassikdir, bu da sifətdir. Ona görə A variantı variantlar arasından çıxır. Çünki klassik sözü necə sualına cavab verir. Hava deməkdir. Moment, an deməkdir. Ç, stul deməkdir. Variantımız budur. Çünki üçü də isimdir. Nə sualına cavab verir. Amma gəlir C variantdan baxıram. Komik, necə gülməli. Angry, necə əsəbi. Dangerous, necə təhlükəli. Üçü də nədir? Sifətdir. Ona görə C variantda getdi. Expensive, bahalı. Necə sualına cavab verir? Sour, turş deməkdir. Necə sualına cavab verir? Collection isə kolleksiya deməkdir. Nə sualına cavab verir? Amma ikisi sifət bir isimdir. Ona görə bu da gedir variantlar arasına. Brave, cəsur, igid, mərd deməkdir. Store, mağaza deməkdir. Childhood da uşaqlıq deməkdir. Burada artıq brave sözünə görə bir dənə childhood, nə childhood, uşaqlıq, store, nə mağaza. Brave də cəsur, necə cəsur.
Brave sözünə görə E variantda variantlar arasından çıxır. Düzgün olan variant B variantıdır. Sonra 28-də isim istəyir yenə bizdən. Sonra gəlir baxırıq nəyə? Məsələn, long uzun deməkdir. Yenə necə uzun sualına cavab ver. Artıq sifətdir. Avenue prospekt deməkdir. Avenue prospekt deməkdir. Artıq burada nə sualına cavab verir? Bu isimdir. Amma kəndi. Kəndi isə şirini deməkdir. Şirini. Ondan görə longa görə çıxır. Bizə isim lazımdır. Kameradır. Bildiyimiz kamerada. Gift hədiyyə deməkdir. Fire də od alov deməkdir. Bu variantı saxlayırıq. Gəlin digər variantlara baxaq. Fog dumanlı, foggy dumanlı. Necə dumanlı? Breeze nəfəs deməkdir. Flame'dəki flame də alov deməkdir. Yəni ona görə C variantda variantlar arasından çıxır. Çünki foggy sözü var. Sonra gəlirəm D variantına baxıram. Delicious dadlı deməkdir. Necə dadlı? Film nə film? Golf nə golfdur. Ona görə D variantda variantlar arasından çıxır. Delicious'a görə. Clever ağıllı deməkdir. Flight noise. Demək, clever sözünün mənası nədir? Clever sözünün mənası ağıllı deməkdir və ingilis dilindən how sualına cavab verir. Azərbaycan dilindən də necə sualına cavab verir. Flight uçuş deməkdir və isimdir. Nə sualına cavab verir? İngilis dilindən də what. Noise səs-küy deməkdir. İsimdir. Nə sualına cavab verir? Ona görə düzgün cavab bizdə olan yalnız isimlərdən ibarət olan sıra B variantı. Sonra 29-a baxıram. Bizdən isim istəyir. Deməli, wealthy. Wealthy varlı, dövlətli deməkdir. Var, dövlətli deməkdir. Wealth sərvətli deməkdir. Amma wealthy varlı, dövlətli deməkdir. Ona görə wealthy necə sualına cavab verdiyi üçün variantlar arasından çıxaraq. Buton knopka deməkdir. Knopka. Bookshelfdə artıq olur kitab şkafı. Wealthy sözünə görə variantlar arasından çıxırıq. Çünki variant wealthy sifətdir. Globe, globus deməkdir. What sualına cavab verir, isimdir. Habit, verdiş deməkdir. What sualına cavab verir, isimdir. Nature, təbiət deməkdir. Artıq olur, nədir? İsimdir və nə sualına cavab verdiyi üçün B variantdır. İndi düzgün cavab B variantıdır. Gəlin indi digər variantları da incələyək. Scared, qorxmuş deməkdir. How sualına cavab verir. Ona görə C variantı avtomatik çıxır. Sonra amazing, möhtəşəm deməkdir. ING şəkilçisi var. Amma burada möhtəşəm. Necə? Azərbaycan dili deyirəm. Necə? Möhtəşəm. Ona görə D variantda çıxır. Yanlış variantı. Qalanları isimdir. Historical, tarixi deməkdir. Historical tarixi deməkdir. Historical tarixidir. Necə sualına cavab verir? How, necə və sifətli olduğuna görə gedir. Kim, zəncir deməkdir. Guestdə güman etməkdir mənası var və qonaq mənası var. Ona görə E variantı variantlar arasından çıxır. Yenə mürəkkəb ismi istəyir bizdən, yəni iki kökü olan ismi. Burada kök və şəkilçidir. Childhood kök və şəkilçidir. Kingdom kök və şəkilçidir. Ona görə A variantı getmir. Servantda artıq bir də goat və servant var. Goat sözü sadə isimdir. Servantda artıq düzəltmə isimdir. Həm serve və ant şəkilçisi. Ona görə B variantı gedir. Lemonade, bulwark. Lemonade sözünə görə artıq çıxırıq. Lemonade sadə isimdir. School girl, whiteboard. School məktəb deməkdir. Göl qız, məktəbli qız. Whiteboardda isə nədir? Ağ lövhə deməkdir. Ona görə düzgün cavab D variantıdır. Three pence, happiness. Three pence olanda three pence artıq burada incə şəkilçidir. Strip burada, yəni kök, incəli şəkilçidir. Happiness də net şəkilçidir. Ona görə düzgün cavab olacaqdır. School girl, whiteboard D variantı. 31-ci tezdə yenə bizdən ismi seçməyimizi istəyir. Smart, ağıllı deməkdir. Smart, ağıllı deməkdir. Necə sualına cavab verir? İsim deyil. Ona görə bir olan variantları çıxarırıq. Simple, sadə deməkdir. Necə sadədir. Ona görə 2 olan variantları çıxarırıq. Matter, məsələ deməkdir. 3 olan variantlar düzdür. Tired, yəni ismə nə sualına cavab verir? Tired, yorğun deməkdir. Necə sualına cavab verir? Ona görə 4 olan variantlarda çıxırıq. Work də işçi deməkdir. Work feilindən yaranıbdır. Ona görə B variantıdır. Sonra 32-ci testə baxırıq. Bizdən sufiks istəyir yenə. İndi gəlirəm, baxıram A variantına. İsim düzəldən sufiksi. Ly şəkilçisi sifətə aiddir. Ona görə olmaz. Oğuzdan able şəkilçisi sifətə aiddir. Olmaz. Less şəkilçisi sifətə aiddir. Y şəkilçisi sifətə aiddir. Olmaz. Full şəkilçisi sifətə aiddir. Olmaz. Çünki məsələn helpful, köməkçil. Məsələn helpless, köməksiz. Drinkable, içməli. Dangerous, təhlükəli. Friendly,
Artıq bunlar hamısı şəkilçiləri saydığım ixtisar elədiyim şəkilçilərdən olanlar sifətdir. Sonra gəlir main, development, tərəqqi, inkişaf, isim kimi, kingdom da krallıq və yaxud da wisdom. Ona görə düzgün cavab C variantıdır. 33-ə baxıram. Simple noun istəyir sizdən, artıq sadə isimlər istəyir. Gəlirəm baxıram. Bore, dom. Artıq burada dom şəkilçi olduğuna görə olmaz. Bizə lazımdır sadəcə heç bir kök, sadəcə bir dənə kök olsun, şəkilçi falan olmasın. Yalnız bir dənə kök olsun. Ofisə artıq zabit deməkdir, olmaz. Secret, amma tək nədir? Bu doma görə bu variantda çıxır. Friendship, ship artıq olur, sadə isimdir. Friendship, üzr istəyirəm, sadə yox. Ship, friendship özü düzəltmə isimdir. Noel artıq Noeldir. Diplomat sadə isimdir. Ona görə Noel'dən friendship olmasaydı düzgün götürə bilərik. Unemployment. Burada an sözü var. Hələ an sözü olduğuna görə artıq an deyirik, prefiksdir. Söz önü. Sözün önündə işlənir və düzəltməz isim yaradır. Puppy, balaca, küçük balası. Member də üzüdür. Bunlar artıq sadə isimlərdir. İndi gəlirəm burada tion şəkilçisi var. Olmaz. Breed, bir də coach. Bunlar hər ikisi sadədir. Sadəcə olaraq burada tion şəkilçisi olduğuna görə D variantı gedir. Mask, məscid deməkdir. Island, ada deməkdir. Treasure. Burada da heç birbaşa kökçü olduğuna görə cavab olacaqdır E variantı. Sonra mürəkkəb isim istəyir. Firework, artıq bu 2 dənə fire də var, work da var. Demək biri birdir. Fuel, bu artıq 2 sadə isimdir. Olmaz. Görürsünüz ki, bir dənə kökdən ibarətdir. Ona görə artıq gedir variantlar. Sonra destination. Destination sözündə sion şəkilçisi var. Olmaz. Çünki variantlar arasından çıxır. D variantda gelir. Sonra housekeeper. Housekeeper nədir? Qoruyucu deməkdir, qapıcı deməkdir. Olur, nədir? 2 dənə söz var. House sözü də var, keeper də var. Ona görə 4 də uyğundur. Demək 1, 4, indi 1, 4-dən olan variantlara baxarım. Sonra unemployment. Unemployment sözü uzun görünürlüyünə baxmayın. Burada an şəkilçisi söz önündür, prefiksdir. Prefiks olan yerdə heç vaxt nədir? Mürəkkəb söz yarada bilmərsiniz. Ment də burada sufiksdir. Employment burada sufiksdir. Həmçinin prefiks də var. Ona görə 5 də çıxır variantlar arasından. Düzgün cavab count part, counterpart olacaq 1, 4, 6. C variantı. Sonra 35'e baxırıq. Yenə bizdən mürəkkəb isim istəyir. Framework. Burada artıq framework hər ikisinin müstəqil mənası var. Ona görə iki kökdür. Deyənəm birincini götürürük. Vision. Vision sözü sadə isimdir. Ona görə gedir. Nickname artıq burada ləqəb kimi tərcümə olunur. Nick də var, name də var. Ona görə 1-dən 3. Population. Sonunda tion şəkilçisi var olduğuna görə götürmürük. Sonra governor. Governor, burada da or şəkilçisi var deyə götürmürük. Yəni o 2 idi. 2, 4, 2, 4, 5'e çıxandan sonra 1, 3, 6. Sweatshirt, sweat də ayrı sözdür, shirt də ayrı sözdür. Orada 1, daha doğrusu 1, 3, 6. 1, 3, 6 da olan variant C variantıdır. Sonra gəlir yenə derivativ naunsisi. Yəni baxıram ki, 4 olan variant çıxır. Çünki 4-də heç bir şəkilçi falan yoxdur. Ona görə avtomatik B, Y, A gedir. Qalır 1, 2, 6, 1, 3, 5. Creating-də tion şəkilçidir. Ona görə 1 düzdür. Sonra expense. Expense-də şəkilçi yoxdur ümumiyyətcə. Ona görə 2 də gedir. 2 olan variantları çıxırıq. Sonra humidity rütubət deməkdir. Rütubət olanda artıq humid nəm rütubət deməkdir. Humidity olanda nəm rütubət belə deyim də isimdir. 3'dür. Sonra 5'dir. Downside-da baxın yoldaşlar. Downside sözü 2 dənə söz var. Down bir side. Ona görə aşağı mərtəbə deməkdir. 6 da çıxır, mürəkkəbdir. Amma amusement sözündə amusement şəkilçi olduğuna görə 5 də variantlar arasına salırıq. 1, 3, 5. Sonra derivativ naunsuz istəyir yenə məndən. Agreement. Agree sözü razılıq deməkdir. Agreement olanda agree razı deməkdir. Agreement razılıq deməkdir. Ment şəkilçidir. Demək biri 1'dir. Ona görə B ilə avtomatik D variantı çıxır. Çünki bir yalnız olan variantları saxlayırıq. Effort, yəni effort da sadə isimdir. Ona görə 2 olan variantlar çıxır. Sonra gələn burada 6-da görürəm spaceship. Spaceship kosmik gəmi deməkdir. Ona görə 6-dan da çıxırıq variantlar arasında. Çünki kosmik gəmi mürəkkəb isimdir. Yəni 2 dənə söz var. Sonra Mazeland. 4'e baxıram. Burada Mazeland görürəm. Mazeland artıq ana diyar deməkdir. Mazə anadır, land də torpaq yer mənasındadır. Ona görə 4 variantlar arasından çıxarıram. Düzgün cavab özü avtomatik çıxır. 1, 3, 5.
38-ci testə baxaq. Choose a line of simple nouns. Yenə bizdən sadə ismi istəyir. Gəlirəm, baxıram A variantına. A variantında, daha doğrusu 38-cində A variantı diamond, diamond brilliant deməkdir. Sonra bu sadə isimdir. Yəni birdən məsələn bəzi uşaqlar dini görürlər ki, hə bu nədir? Bu yəni ön şəkilçi olur və çaşdırırlar buna görə, amma burada diamond sözü sadə sözdür. Sonra gəlir turquoise, bu firuzəyi deməkdir. Bu da sadə isimdir. Sonra gəlirəm ki, ancaq ki immigrant, daha doğrusu üzr istəyirəm, healing sözündə isə artıq şəfa deməkdir. Healing sözü isə ing şəkilçisi olduğuna görə burada artıq nədir? Bu sadə isim deyil. Ona görə gedir. Sonra gəlir B variantı. Community. Community burada iki dənə it şəkilçisi, sonunda y şəkilçisidir. Ona görə mən buradan artıq bilirəm ki, bu düzəltmədir. Sonra society-də ty şəkilçisidir, et-y'dir şəkilçisi. Monarxiyada da y şəkilçisi, monarxiya deməkdir. Getdi bunlar. Sonra gəlir C variantı. Blossom sadə isimdir. Funnel sadə isimdir, amma hurricane sadə isimdir. Yəni burada uyğundur. Hurricane bəzən biz çaşıb Harry və Kane sözünə görə götürürük, amma hurricane sadə isimdir. C variantı uyğundur. Sonra gəlir masterpiece. Masterpiece sözü master və piece sözündən ibarətdir. Bu mürəkkəbdir. Purpose sözü sadə isimdir, ancaq ki accident sözü burada sadə isimdir. Accident sözü də sadə isimdir. Sonra gəlir E variantı. A variantındakı yalnız mürəkkəb olan isim flash mobdur. Flash mob digərləri sadədir, amma flash mob sadə isim olmadığına görə burada artıq düzəltmə isimdir. Ona görə E variantı variantlar arasından çıxır. 39-a baxıram. 39-da yenə bizdən sadə isimlər istəyir. 39-a gəlin baxaq bir yerdə. Deməli, birinci A variantına baxıram. Packing artıq bu ing şəkilçisi olduğuna görə bu isim düzəltmə isimli sadə isimlər sırasından gedir. Heritage də həmçinin nədir? Düzəltmədir. Immigrant də törəmədir. Yəni düzəltmə ismi olduğuna görə A variantı gedir. Sonra gəlir B variantına baxıram. Source sadə deməkdir. Yəni source daha doğrusu sadə isimdir. Emergency törəmədir, yəni düzəltmə isimdir. Creativity isə o da artıq düzəltmə isimdir. Ty şəkilçisi olduğuna görə hamısının sonunda şəkilçilər qeyd edilir. Sonra gəlir attitude. Attitude sadə isimdir. Çünki heç bir şəkilçisi yoxdur. Fortune bu da sadə isimdir. Hurricane də sadə isimdir. Ona görə bizdə olan lazım C variantı. Sonra gəlir selection'da tion şəkilçisi var. Ona görə gedir. Multitask'da isə mürəkkəb isim olduğuna görə E variantda çıxır. Sonra gəlir 40-cı testə baxıram 40-da. Choose a line of simple nouns. Bizdən sadə isim istəyir, yenə 40-cı testdə. 40-cı testdə biz tapmalıyıq nəyi? Sadə ismi. Gəlin bir variantları incələyək. Deməli 40-cı testdə baxıram ki inhabit. Inhabit artıq daha doğrusu 40-cı testdə emergency, inhabitant küpürdədir. Deməli 40-cı testdə emergency-də yəni bu artıq yenə burada y şəkilçisi olduğuna görə bu düzəltmə isimdir. Ona görə gedir. Digərləri də həmçinin A variantı çıxır. Sonra gəlirəm, baxıram ki B variantda flood var. Daşqındır, sadə isimdir. Amma conclusion sözündə sion var. Yəni variantlar arasından çıxır. B də gedir. Sonra lightning'dəki ing şəkilçisi var. Identity var. Invitation'da tion var. Ona görə C variantda gedir. Sonra gəlir 40-cı testdə sonra gəlir D variantına baxırıq. D variantında Bureau, podium, harbor. Bu sözlərin hamısı sadədir, heç bir şəkilçisi yoxdur. Ona görə bunu götürə bilərik. Sonra E variantına baxıram ki, ing şəkilçisi var, surrounding. E variantı çıxır. Ona görə düzgün cavab D variantıdır. 41-də. 41-ə baxıram yenə. 41-ci testdə burada bizdən yenə isim olan cərgətini istəyir bizdən.
Burada məsəl üçün inhabit isim deməkdir. Holy amma müqəddəs deməkdir. Artıq bu variantlar arasından çıxmağa səbəbdir. Çünki bizə müqəddəs olanda sifət olur. Disparate sifəti nitqsiz kimi, ona görə variantlar arasından çıxır. Sonra gəlirik gəlirəm variantlar arasında, məsələn C-yə baxıram. Anxious narahat deməkdir. Unique də unical deməkdir. Discovery də keş deməkdir. Ona görə C variantları da çıxır. Çünki ikisi sifətli, biri isim gelir. Sonra gəlir baxıram nəyə? D variantına baxıram. D variantında anxiator bu isimdir. Sonra success uğur deməkdir. Bu da isimdir. Childhood da isim deməkdir. Ona görə D variantı uyğun cavabdır. Sonra massacre, carriage, artıq burada Oğuz şəkilçisi var deyinə, isim variantlar arasından çıxır. Çünki Oğuz şəkilçisi yəni sifət düzəldir. Yəni birbaşa E variantı da çıxarır. Sonra gəlir yenə isim olan cərgəni istəyir. Yəni burada da şəkilçi ilə tapa bilərsiniz. Məsələn, sensitiv həssas deməkdir. Baxırsan, tərcümə edirsən, sensitiv deyəcək. Sensitiv həssas deməkdir olduğuna görə məndən də isim istəyir. Ona görə A variantını çıxırsan. Prosperous obesity. Obesity bildiyimiz piylənmə deməkdir. Nə? Piylənmədir. Sonra T ilə bitməyinə baxmayaraq nədir? İsimli. Amma burada Oğuz şəkilçisi olduğuna görə variantlar arasından çıxıram. Çünki niyə? Sifət düzəldir. Sonra gəldən baxıram. Immigrant, migrantdır. Proud, qürur deməkdir. Affordable da əlverişli deməkdir. Ucuz deməkdir. Ona görə nədir? Ona görə isimlə olan sıradan çıxır C variantı. Sonra gəlir draft. Draft bildiyimiz draft dama şaşkı demək mənası da var. Vacation, bir də minority deyə səhv eləmirəmsə də üzr istəyirəm. Həm də draftın bir mənası da quraqlıq kimi mənası var. Vacation məzuniyyət deməkdir. Minority azlıq deməkdir. Ona görə bu da çıxır. Sonra gəlir violence zorakılıq deməkdir. Against agentlik deməkdir. Carriage artıq olur maraq. İndi gəlirəm 43-cü testə baxıram. Məndən lazım olan isimləri istəyir. Ultra modern, yine ultra moderndir. Diet pəhrizdir. 10 illik decade də decade. Decade olanda artıq burada 10 illik mənasına gelir. Burada ultra modern necə sualına cavab verdiyinə görə A variantı variantlar arasından çıxır. Sonra gəlir nə? Sonra gəlir insecure, courage, premier. Artıq burada courage sözünə baxanda cəsarətli sözdür. Yəni Oğuz şəkilçisinə baxanda gedir. B variantı çıxır. Sonra outlaw qanundan kənar deməkdir. Follower ardıcıl deməkdir. Daha doğrusu nominate də irəli sürülən deməkdir. Burada hamısı sifətdir. Patriotizm, vətənpərvərlik deməkdir. Wealthy, varlı deməkdir. Channel da kanal deməkdir. D variantda gedir. Ambition, ambisiyadır. Lifestyle, həyat tərzidir. Justice də artıq injustice də ədalətsiz kimi tərcümə olunur. 44-cü testə baxıram, isimləri istəyir bizdən. Burada artıq isimləri istəyirsə, düzgün olan ismi tapmalıyıq. Məsəl üçün, 44-cü testdə accidental olacaqdır təsadüfi. Accidental təsadüfi. Necə təsadüfi? Emergency artıq burada olacaqdır təcili. Təcil olanda necə sualına cavab verir? Inhustance həvəskar deməkdir. Bu da necə sualına cavab verir? Artıq çıxır. Essential əsas deməkdir. Lightning nədir? Şimşək, ildırım deməkdir. Gigantic isə nəhəng deməkdir. Necə nəhəngdir? Artıq bu variantlar arasından çıxır. Çünki sifətdir. Schedule cədvəl deməkdir. Spiritual nədir? Mənəvi deməkdir. Incredible da ağıl sığmaz deməkdir. Artıq bu da çıxır çünki sifətdir demək olar. Slogan şüar deməkdir. Observation nədir? Burada artıq müşahidə mənasındadır. Sonra burada artıq desən D variant olacaq. Sufficient. Deməli, sufficientdə isə burada tərcüməsi kafi, yetərli kimi tərcümə olunur. Bu da sifətli, necə sualına cavab verdiyi üçün D variantı da gedir. E variantı məsəl üçün gəlin tərcümə eləyək. Patient səbir deməkdir. Sayıla bilməyən isimdir.
Eruption püskürmə deməkdir. Hurricane qasırğadır. Cavab E variantı olacaqdır. Sonra gəlir 45-ci testdə isim olan sıranı istəyir bizdən. Metafordur. Identity şəxsiyyəti, dualdə zərgərlik deməkdir. Bu elə düzgün cavab A variantıdır. İndi gəlin digər variantlara baxaq. Nutrient qidalı deməkdir. Expensive bahalı, möhtəşəmə mənasını verir. Obezdəki üzr istəyirəm. Obezdəki nədir? Obezdəki üzr istəyirəm. Şişkin, kök, piylənmə kimi gedir. Piyli kimi gedir. Sonra C variantına baxıram. C variantında 45-ci sualda C variantında commercial, expensive, bahalı, gravitasiyadır. Sonra D variantında harbor, liman deməkdir. Discrimination, diskriminasiya deməkdir. Ədəptə uyğunlaşma deməkdir. Uyğunlaşdırılmışdır. Sonra E variantına broadcast, veriliş deməkdir. Analitik deməkdir. Necə sualına cavab verir. Patriotik də vətənpərvər gedir. Demək olar ki, hər bir variantda bir dənə sifət var idi. Yenidən 46-cı testə baxaram. 46-cı testdə choose a line of nouns. Bizdən isim istəyir. Irritable, artıq, əsəbi deməkdir. Stressful, stresli deməkdir. Tekstil də bildiyimiz tekstil parça deməkdir. Ona görə A variantı çıxır. Monarxiya deməkdir. Sonra painkiller, ağrı kəsici deməkdir. Lifetime isə ömür boyu deməkdir. Bunlar da ağrı kəsici, monarxiya, ömür boyu. Sonra gəlir C variantı. Poverty, yoxsulluq deməkdir. Transmission, ötürmə. Courage, cəsarətdir. Ona görə courage-ə görə çıxır. Establishment, təsis. Secret, müqəddəs. Necə müqəddəs artıq çıxır variantlar arasında. Sonra E variantında rigorous, ciddi. Spektakular, möhtəşəm. Issue, məsələ. Ona görə E də çıxır, qalır B variantı. Sonra gəlirəm 47-yə baxıram. Məndən isim istəyir. Yenə 47-ci testdə də 47-də də isim istəyir. Gəlin indi birbaşa tərcümə edib tapaq. Demək, terrific, dəhşətli deməkdir. Artificial, süni deməkdir. Experience, təcrübə deməkdir. A variantı çıxır. Niyə görə? Çünki dəhşətli sifətdir, ona görə. Sonra gəlir kataloq deməkdir. Scholarship, təqaüd deməkdir. Yəni hansı ki bizdən verilən təqaüd. Hanə, şərəf, vicdan deməkdir. Düzgün cavab B variantı. Çünki hər üç söz vot sualına cavab verir. Sonra hospitality, qonaqpərvər deməkdir. C variantında necə sualına cavab verir. Globaldır. Honor, yenilikçidir. Özür istəyirəm, innovativdə, yenilikçidir C variantında. Ona görə hamısı çıxır. Çünki hamısı necə sualına cavab verir. Memorable, yadda qalandır. Necədir? Landscape, mənzərəli necədir? Skyscraper görülür, amma bu nə sualına cavab verir? D variantda çıxır. Çünki mənə üçü də nə sualına və yaxud da who sualına cavab versin. Challenge, çağırış deməkdir. Community, cəmaat deməkdir. Exhausted, tükənmiş deməkdir. Exhausted sözünə görə E variantda çıxır. Sonra 48-ci testdə baxıram. 48-ci testdə border yenə isim istəyir. Border sərhəd deməkdir. Cosmopolitan kosmopolit deməkdir. Safe isə təhlükəsiz deməkdir. Burada artıq safe sözünə görə çıxır. Çünki mənə isim lazımdır. Sonra gəlir worthwhile, dəyərli deməkdir. Harmony, bilur. Healing də şəfalı deməkdir. Artıq şəfalı necə olduğuna görə B variantda çıxır. Sonra gəlirəm C variantı. Treasure nədir? Treasure üzr istəyirəm. Xəzinə deməkdir. Harmoniyada, draftda artıq quraqlıq deməkdir 48-ci testdə. Ona görə C variantı da çıxır buradan. Sonra üzr istəyirəm. Burada yox, C variantı olacaqdır. Düzgün cavab elə C variantıdır. Treasure, nə? Treasure, harmoniyada, draftda quraqlıqdır. Lıq kimi tərcümə olunur. Ona görə D variantıdır burada. Daha doğrusu C variantı. İndi D variantına baxaq. D variantı home owner, ev sahibidir. Yəni isimli. İdeal elə idealdır. Impatient, səbirsiz deməkdir. O da impatient sözünə görə D variantında çıxır. Çünki səbirsiz necə sualına cavab verir. E variantında terrific, dəhşətli deməkdir. Occasion, fürsət deməkdir. Pastry, xəmir deməkdir. Burada terrific, dəhşətli sözünə görə necə sualına cavab verdiyi üçün E variantında çıxır. Sonra gəlir 49-a baxırıq. 49-da fashionable, dəbli deməkdir. Incredible, ağla sığmazdır. Glitter də parıldayandır. Ona görə hamısı necə sualına cavab verildiğini A variantı çıxır. Wedding, toydur. Vineyard, üzüm bağıdır. Thunderstorm-da tufan deməkdir. Ona görə düzgün cavab nə sualına cavab verdikləri üçün üçü də B variantıdır. Sonra hurricane
Hurricane qasırğa deməkdir. Painstaking əziyyətli, creativity yaradıcılıq deməkdir. Sonra mankind bəşəriyyət, konduktor ilə dirijor, incət yaralı deməkdir. Necə sualına cavab verdiyi üçün incət D variantda çıxır. Sonra picturesque ordu mənzərəli, eternity əbədi necə sualına cavab verir. Grandis artıq olacaqdır, möhtəşəm. Ona görə E variantda gedir. Sonra gəlirəm, baxıram 50-ci testdə, sonuncu testimizdə. 50-ci testdə bizdən ismi istəyir, yəni yeni isimlər olan cərgəni istəyir. Gəlir, baxıram ki, endemik elə endemikdir, administrativ olan da inzibatidir. Patient da, burada patient, xəstə deməkdir. Xəstə nədir? Mənasında gedir. Pasient mənasında gedir həmçində. Patient burada pasient mənasında gedir. Sonra gəlir digər sözlər. Glamour deməkdir. Məhsuləyici glamour. Sonra braveness, mərdlik. Sonra tiredness, yorğunluq. Bunlar ikisi də isimdir. Amma glamorous məftunedici kimi tərcümə olunur. Glamour məftunedici. Ona görə B variantı, ona görə variantlar arasından çıxır. Sonra gəlir annual. Annual illik deməkdir. Policy həddən artıq deməkdir. Daha doğrusu policy siyasət deməkdir. Overloaded həddən artıq yüklənmiş deməkdir. Amma bu məsəl üçün necə həddən artıq yüklənmiş. Ona görə variantlar arasından çıxır. Sonra honesty dürüstlük deməkdir. Advantage üstünlük deməkdir. Improvisation da improvizasiya deməkdir. Sonra watermelon qarpızda, nowadays bu günlərdə innovativ də yenilikçi deməkdir. Yeni olsaydı yenilikçi artıq sualın sözünü düzəltdiyimizə görə bu el cavab olacaqdır E variantı. Düzgün cavab E variantı. Demək yoldaşlar, sizlərdən isimlər üçün isim bölməsində 50 testin izahını verdim. Ümidvaram ki, bəyəndiniz. Dərslərimiz haqqında əlavə məlumat almaq üçün 055 280 59 24 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər bir daha.